Tövbə qüsl alın. 1. Sonra dəstə namazınızı alın. 2. 2 rükət, 2 dənə 2 rükət namaz qılın. Niyyətə tövbə namaz qılırsınız. Hər rükətdə Həmd surəsi, 3 dəfə İxlas, Qul huvallah yəni. Bir dəfə Nas, bir dəfə Fələq. Yaxşı. Elə ki 2 rükət, bu 2 rükət namazı bitirdiniz, 4 dənəni. 2 rükət qılırsınız amma. Sübh namazı kimi. Bitirdiniz, 70 dəfə deyirsən Əstəğfirullah və ətubu ileyh. Bu da qutardı. Sonra bir dəfə deyirsən La havlə və la quvvətə illa billah. Bu da qutardı. Axırda bir dənə duası var. İnşallah yaxşı olar bunu kəssələr. İnşallah yaz şəklinə salsalar. Ya əziz, ya qəffar. Ey əziz olan Allah, ey qəffar bağışlayan Allah. İğfirli zunubi, günahlarımı bağışla. Və zunubə cəmi'il müminin.